İqlim dəyişmələri, təbii fəlakətlər və tektonik hadisələr dünyada su böhranlarına səbəb olur. Əlbəttə, bu və digər amillər ölkəmizdən də yan keçmir. Elə bu məqsədlə ölkəmizin bir çox bölgələrində su anbarlarının tikintisi istiqamətində bir çox layihələr həyata keçirilir. Belə iri həcmli layihələrdən biri də Qəbələ və ətraf rayonların əkin sahələrinin suvarma suyu ilə təmin olunması məqsədi ilə icra olunan Yengicə su anbarının tikintisi layihəsidir. Yengicə su anbarı Qəbələ rayonunun Qaraçay su hövzəsində tikilir. Anbarın ümumi sahəsi 130 hektardır. Su tutumu isə anbarın 17,5 milyon kubmetrdir. Anbarın hündürlüyü 45 metrədir, üstdən uzunluğu 450 metrədir və lap başda olan hissəsi 10 metrə enindədir. Anbarın üstündə 2 dənə qurğu yerləşir. Biri sel ötürücü qurğudur və su buraxıcı qurğudur. Su buraxıcı qurğunun uzunluğu 263 metrədir. Bu dəmir beton hissələri bunun tam hazır vəziyyətdədir. Sel ötürücü qurğu isə 293 metr uzunluğundadır. Giriş hissəsi 25 metrədir, çıxış hissəsi 20 metrədir. Yengicə su anbarının tikintisi son illər şimal-qərb bölgəsində icra olunan ən iri layihələrdən hesab olunur. Burada işlər hava şəraitindən asılı olmayaraq il boyu davam edir. Yengicə kəndindən 3 kilometr aşağıda Vəndan və Qaraçayın birləşdiyi yerdə icra olunan layihənin məqsədi Qəbələ rayonunun ümumilikdə 100 min hektar o cümlədən Yenikənd, Zalam, Kiçik və Böyük Emili kəndlərinin 8602 hektar, Bilik və Məlikli kəndlərinin 1398 hektar əkin sahələrində kənd təsərrüfatı bitkilərinin su tələbatının yaxşılaşdırılması və yeni torpaq sahələrini suvarmaya daxil etməkdir. Burada həyata keçirilən bütün işlər yerli və xarici mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır. Torpağın nüvəgil qatı, eləcə də qum-çınqıl örtüyü laborator analizlər vasitəsilə icra olunur. Hazırda Yengicə su anbarında işlər davam edir. Gördüyünüz su anbarında əsas iş gildən ibarətdir. Hansı ki, gövdədə yerləşir, gələcəkdə anbarda yerləşən suyun sızmasının qarşısını almaqdan ötəri tikilir. Yuxarı bir ev və aşağı bir ev isə qum-çınqıldan ibarətdir. Gil qatının qalınlığı 30 santıdır, qum-çınqılın qalınlığı 40 santıdır. Hər qat vərdənə vasitəsilə küfləşdirilir. Küfləşdiriləndən sonra laboratoriya tərəfindən keyfiyyəti yoxlanılır və növbəti layın qatın verilməsi təmin olunur. Çayın mənbəyində su ötürücü qurğular tikilməklə yanaşı, həm də sel daşqınları, təbii fəlakətlər zamanı baş verə biləcək fəsadların qarşısı alınacaq. Hal-hazırda tikinti işləri layihəyə uyğun olaraq davam etdirilir. Tikintinin rəhbərliyindən bildirildi ki, indiyə kimi anbarda işlərin 60% icra olunub və layihəyə uyğun işlər davam etdirilir. Bu ilin sonu ya da gələn ilin əvvəlinə kimi anbarda işlərin tamamlanaraq istismara verilməsi nəzərdə tutulur.